Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikte 4-cü sinif Azərbaycan dil dəftərinin səhifə 4-dən 9-a qədər olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. 4A tapşırığında deyir ki, sözləri cədvəl üzrə qruplaşdırıb yaz. Leksik və qrammatik mənası olan sözlər baba, kitab, teatr, yaşıl və ölkədir. Yalnız qrammatik mənası olan sözlərə yazırsınız ki, məgər və ki, axı, bəlkə və üçün. B. Leksik mənası olan sözləri seçib boşluqlara yaz. 1. Sevda həyətdə oynayır. 2. Bugündən yay tətili başlanır. 3. Valideyn övladından həmişə narahat olur. 4. Sən tədbirə qatılmaq istəmirsən? 5. Uşaqlar dünən dərsə gecikmişdilər. C. Verilən sözlərdən uyğun gələnli boşluqları yazaraq cümlələri tamamla. 1. Bəlkə Nərgiz və Leyla eyni binada yaşayırlar. 2. Biz qalib olduq, çünki yarışa yaxşı hazırlaşmışdıq. 3. Bu tamamilə düzgün qərar idi, ona görə də hamı razılaşdı. 4. Qəzetə hazırlanmaq məhz bizim qrupa tapşırıldı. Keçək səhifəyə 7. Ginesin Rekordlar kitabı. Bir tapşırığında deyir ki, cümlələrdəki boşluqlara söz boxçasına uyğun ifadələri yaz. 1. Təlimi başa vuran şagirdlərə sertifikat verildi. 2. O həmişə birinciliyə iddialanır. 3. Bu şirkətin təsisçisi mənim babamdır. 4. Yarış iştirakçılarının qeydiyyatı başa çatdı. 4. 5. Qrup liderliyinə namizədin biri mənəm. B. Rekordlara imza atan rekordlar kitabı mətni istinad etməklə cədvəli tamamla. Səbəb, sorğu kitaba almadığından dəqiq məlumat öyrənmək olmadı. Nəticə, o zamanı yarına mübahisə örsəliyini tapmadı. Səbəb, Hugh Beaver müşahidə etdi ki, İnsanlar birinciliklə bağlı tez-tez mübahisə edirlər. Nəticə, Hugh Beaver sorğu kitabını nəşr etdirməyi qərara aldı. Səbəb, birinciliyə iddia edən şəxsin rekordu təsdiqlənir. Nəticə, rekordu təsdiqlənən şəxsə sertifikat verilir. Guinnessin Dünya Rekordları kitabının bir sıra rekordları imza attığını təsdiq edən fikirlər yaz. 1. Guinnessin ilk rekord kitabının ilk satışı rekord əddə olub. İlk rekordlar yazın, rekord yox, rekordlar. 2. Kitab dünyanın 100-dən çox ölkəsində milyon nüsxələrlə çap olunur. 3. Dünya kitabxanalarından ən çox oğurlanan kitab olub. Keçək səhifə 8-ə. A tapşırığında deyir ki, Guinnessin Dünya Rekordları kitabına aid məlumatlara əsasən cədvəli tamamla. Rekord qazanan şəxs, mündəricat, bölmə və fəsil. Rekord qazanan şəxs Qədir Hüseynov, bölmə, idman, fəsil, şahmat. Rekord qazanan şəxs Cristiano Ronaldo, bölmə, idman, fəsil, futbol. Rekord qazanan şəxs Andre, bölmə, insanlar, fəsil, bacarıqlı gənclər. Rekord qazanan şəxs Ryan Toys, bölmə, insanlar, fəsil, bacarıqlı gənclər. Zürafə Forest, bölmə, heyvanlar, fəsil, ev heyvanları. Sonra bir dənə də var. Rekord qazanan şəxs Bambuk, bölmə, təbiət, fəsil, bitki və göbələklər. B. Azərbaycan Guinnessin Dünya Rekordları kitabında dinləmə mətninə əsasən azərbaycanlılar haqqında məlumat yaz. Zərifə Salahova. Onun 8000-dən çox miniatür kitabxanası var. Yox, miniatür kitabı var. Kitabxanası yoxdur, kitabı var. Bu kitabın uzunluğu 8 santimetrdən kiçikdir. İçəri şəhərdə yerləşən kitabxanasına görə rekordlar kitabına girib.
Fəxrəddin Vəliyev Belçikada yaşayır. O 5 dəqiqəyə 20 siluet çəkib. Məşhur kitaba girən ilk Azərbaycanlıdır. Ələsgər Həsənzadə 7 yaşında rekordlar kitabına girib. O 1 saat 45 dəqiqədə sinəsini yerə dəydirmədən 3000 dəfə qalxıb enib. Keçək səhifə 9-a. A tapşırığında deyir ki, məlumatlardan istifadə edərək esse yaz. Məsələyə münasibətini müəyyənləşdir. Seçdiyin fikri genişləndir və əsaslandır. Mövzu Ginnesin Dünya Rekordları kitabı. Əsas məsələ Ginnesin Dünya Rekordları kitabının hər il milyon nüsxə ilə çap olunması nə dərəcədə önəmlidir? Məsələyə münasibət. Birinci fikir. Belə bir kitaba ehtiyac yoxdur. Rekordlar haqqında məlumat internetdə yerləşdirilsə daha səmərəli olar. İkinci fikir, rekordlar haqqında məlumatları kitabdan oxumaq daha maraqlıdır. Mənim məsələyə münasibətim təbii ki də birinci fikir. Yəni, belə bir kitaba ehtiyac yoxdur. Rekordlar haqqında məlumat internetdə yerləşdirilsə daha səmərəli olar. Məsələn, bunun əsaslandırması və ya esse kimi yaza bilərsiniz ki, belə. Birinci fikirdə də kompüter ixtira edilənəcən Ginnesin Dünya Rekordları hamının maraqla oxuduğu kitab idi. Hər il burada son rekord göstəricilərə aid məlumatlar dərc edilirdi. Növbəti ildə kitab çıxana qədər yenilənən rekordlar barədə geniş təsəvvür olunmurdu. Ona görə də milyon nüsxələrlə çap olunsa da, yenə də tələbat böyük idi. Lakin indi məncə kitaba ehtiyac yoxdur. Bir yenilik olan kimi internet bütün dünyaya məlumat ötürür. Artıq kitabın köhnəlmiş məlumat dərc etməsi heç kimə lazım deyil. Kitabın çapına sərf edilən kağız istehsal etmək üçün kəsilən ağaclar, məhv edilən yaşıllığın yaratdığı oksigen çatışmazlığı, bütün bunlar həm vaxt itkisidir, həm də sağlamlığımıza ziyandır. Düşünürəm ki, kağıza və vaxta qənaət etmək, internetdən yararlanmaq daha doğru olar. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.